Bismillahirrahmanirrahim. El-Kevser suresinin izahı. Enes ibn Malik radiyallahu anhu demiştir ki, bir gün Allah elçisi sallallahu aleyhi ve sellem yanımızda olarken yuxuya gitti. Sonra gülümseyerek başını kaldırdı. Biz dedik, seni güldüren nedir ey Allah'ın elçisi? O, indice mənə bir sure nazil oldu deyerek bu ayeleri okudu. Mərhəmətli, rəhimli Allahın adıyla. Həqiqətən biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs. Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur. Sonra o buyurdu, Kövsərin nə olduğunu bilirsinizmi? Biz dedik, Allah və onun elçisi daha yaxşı bilir. O dedi, o Rəbbimin mənə vəd etdiyi, içində çoxlu xeyir olan və qiyamət günü ümmətimin yanına toplanacağı hovuzdur. Ətrafına düzülən qədəhlər ulduzların sayı qədərdir. Ümmətimdən bəzi insanlar ondan kənarlaşdırılacaqdır və mən də, ey Rəbbim, onlar mənim ümmətimdəndirlər, deyəcəyəm. Uca Allah buyuracaq, sən onların səndən sonra nə yeniliklər etdiklərini bilmirsən. Kövsər, cənnətin bal, süd, şərab və başqa çaylarından ən yaxşısı və ən böyüyüdür. Allahın, həqiqətən biz Kövsəri sənə bəxş etdik, deyə buyurması, Muhammed Peyğəmbərin Allahdan bitib tükənməyən ən kamil neymətlər aldığını göstərir. Onun ümmətindən hər kim bu bol neymətlərə nail olarsa, bu onun Peyğəmbərin yolunu tutub getməsinə və ona tabe olmasına görə olar. Bu ayədəki bəxş etmək feili keçmiş zamanda işlənib və bu, işin artıq baş verdiyini göstərir. Bununla Allah bu böyük neymətin artıq əzəldən təqdir edildiyini təsdiq edir. Sonra Allah öz Peyğəmbərinə iki ən böyük ibadəti birlikdə yerinə yetirməyi əmr edərək buyurur. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs. Namaz qılmaq və qurban kəsmək insanı Allaha yaxınlaşdırır, eləcə də təvazökarlığı, itayətkarlığı, xeyirxahlığı tərbiyə edir və yəqinliyi, ümidi gücləndirir. Həmçinin ayədəki Rəbbin üçün buyruğu bu iki ən böyük ibadəti və digər ibadətləri yalnız uca Allahın rizası üçün icra etməyin vacib olduğunu göstərir. Rəbb sözü yaradan, sahib olan və idarə edən deməkdir. Allah bütün aləmlərin Rəbbidir. Rəbbimiz bizə yalnız ona ibadət etməyi, yalnız onun qarşısında boyun əyməyi əmr edir. Uca Allah buyurur, mən cinləri və insanları ancaq mənə ibadət etmək üçün yaratdım. Zariyyat surəsi 56-cı ayət. Yəni ibadətdə məni təkləşdirmək üçün yaratdım. İbadətdə Allahı təkləşdirməyə, tək Allaha ibadət etməyə tövhid deyilir. İslam tövhid dinidir. İslam bütün peyğəmbərlərin dinidir. Ərəb dilində İslam sözü təslim olmaq, boyun əymək, tabe olmaq mənalarını ifadə edir. İslam, Allaha tövhidlə boyun əymək, Allaha şərik qoşmaqdan və şərik qoşanlardan uzaq olmaqdır. Dua, qorxu, ümid, təvakkül, sığınmaq, qurban kəsmək, nəzir demək kimi ibadətin bütün növləri yalnız Allaha həsr olunmalıdır. İnsanlara göndərilən elçilərin hamısı öz xalqlarına tək Allahı ibadət etməyi əmr etmişlər. Allah Əzzə və Cəllə belə buyurur. Biz hər ümmətə Allahı ibadət edin və Allaha şərik qoşmaqdan uzaq olun deyə elçi göndərdik. Nəhl surəsi 36-cı ayət. Beləliklə, Allahın ən əzəmətli buyruğu tövhid, ən böyük qadağanı isə şirkdir. Uca Allah surənin sonunu, doğrusu sənə ədavət bəsləyənin özü sonsuzdur, sözləri ilə bitirir. Qur'anı təfsir edən alimlərin əksəriyyəti bu ayənin Əl-As ibn Vail Əs-Səhmi haqqında nazil olduğunu söyləyirlər. Bu adam Allahın elçisi haqqında söz gəzdirərək Muhammedin sonsuz olduğunu, onun adını daşıyacaq və onun işini davam edəcək bir kəsin olmayacağını, o öldükdən sonra adı yox olacağını, ondan canlılarını qurtaracaqlarını deyirdi. Bu hadisə Peyğəmbərin Xədicədən olan Abdullah adlı oğlunun vəfat etdiyi günlərə təsadüf edirdi. Bu ayə Qur'anın möcüzələrindən hesab edilir və onun ilahi mənbəyini sübut edir.
uca Allahın izni ilə Peyğəmbərə ədavət bəsləyən adamın nəsli və onun adının xoş xatirəsi silindi. Əksinə, Peyğəmbərin adının xoş xatirəsi isə yüksəklərə ucaldı. Onun adı hər bir azanın sədasından gəlir və hər bir namazın içində deyilir. Dünyada yaşayan bütün müsəlmanlar ona salavat göndərirlər, indi dünyada onun çoxlu sayda ardıcılları vardır, onun gətirdiyi dini yeryüzünün nə qədər insanları icra edir. Vaxt gələcək, bütün insanlar onun dininə iman gətirəcək, çünki bu din haqq dindir. La ilahə illallah, vahdehu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və huvə alə kulli şeyin qadir.